Dünyada bugün yarım milyarddan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə 2030-cu ildə bu 600 milyonu ötəcək. Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkən xeyli insanlar var. Ümumiyyətlə şəkərli diabetin səbəb olduğu bir çox faktorlar var. Hərəkətsiz həyat tərzi və yaxud da artıq çəki, əsəb, stres də bura aiddir. Eyni zamanda genetik amillər də şəkərli diabetə gətirib çıxara bilər. Şəkərli diabet demək olar ki, insanın həyat komfortunu xeyli dərəcədə aşağı salır və ona görə də şəkərli diabet olmamaq üçün və yaxud da artıq olmusunuzsa, müəyyən tədbirlər görmək vacibdir. Həkimlər nə məsləhət görürlər? Hərəkətli həyat tərzi, yəni gündə heç olmasa 10.000 addım atmaq və yaxud da şəkərli qidalardan uzaq durmaq. Məsələn, siz bir dilim tort yeyəndə sizin immunitetiniz 3 saat demək olar ki, işləmir. Şirniyyatlardan, qazlı içkilərdən uzaq durmaq lazımdır. Xüsusilə bax qazlı şirinləşdirici içkilər tərkibində yüksək dərəcədə şəkər daşıyırlar. Onlardan uzaq durmaq lazımdır ki, şəkərli diabetdən də uzaq olasınız. Həyat tərzini dedik. Təbii ki, həyat tərzini dəyişməklə insan öz sağlamlığına qovuşa bilər. Amma bəzən həyat tərzini dəyişmək də yetmir. Çünki elə bir məqam gəlir çatır ki, siz hərəkət etməyə ərinirsiniz və yaxud da hərəkət etməyə enerjiniz olmur. Bu halda sizin köməyinizə alfa-xrom qida əlavəsi çata bilər. Alfa-xrom dərman vasitəsi deyil, qida əlavəsidir. Tərkibində xrom və alfa-lipoid turşusu var. Xrom insulin direncini qırır, iştahı azaldır, daha az yemək istəyirsiniz və sizə enerji verir. Yəni piylərin parçalanaraq enerjiyə çevrilməsinə dəstək olur. Alfa-lipoid turşusu isə güclü antioksidantdır, hüceyrələri qoruyur, qaraciyəri dəstəkləyir. Üstəlik alfa-xrom maddələr mübadiləsini gücləndirir, yağların parçalanmasına da dəstək olur. Enerji verir və halsızlığı azaldır. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. Yeməkdən yarım saat əvvəl qəbul olunur. Bunu isə sizə həkimlər tövsiyə edə bilərlər.